قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لتشهدوا منافع لهم ويذكروا اسم الله في أيام معلومات على ما رزقهم من بهيمة الأنعام فكلوا منها وأطعموا البائس الفقير صدق الله العظيم. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İnşallah bugün Qurban Bayramıdır, hamıya məlumdur. Allah Resulü sallallahu aleyhi ve sellem haram bayramları gördüyü halda həmin dövrdə Mədinə xalqı bayram qeyd edirdi. Allah Resulü buyurdu ki, Allah-u Teala sizlərə iki gözəl, halal, təmiz bayram verdi. O da qurbanlıq və Ramazan bayramıdır. Allah həmd olsun ki, bizlərə o imanı, o təqvanı, bu hidayəti Allah-u Teala nəsib edib ki, bizlər Allah-u Teala'nın bu xüsusi günlərini qeyd edirik və xüsusən Allah-u Teala'nın evində. Allah-u Teala'nın bu şüarıdır, namazdır, orucdur, digər ibadətlər Allah-u Teala'nın şüarlarıdır. Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, Allahın şüarlarına hörmət edin. Allahın şüarlarına, Allahın ibadətlərinə, Allahın əmirlərinə hörmət etmək elə Allah-u Teala'ya hörmət etmək demək. Biz bilirik ki, bu şeyə şahid oluruq, bunu çox qeyd eləmişik. İki dənə müqəddəs bayramdır. Əslində bu iki dənə müqəddəs bayram, iki müqəddəs gün insanları əsl möminlə, yəni yalancı mömini və yaxud da ki, əsl Allaha bəndə olanla, yalandan bəndə olanları bir-birindən aid edən iki önəmli məsələdir bu bayram. Biz diqqət etsək görərik ki, bunu hər dəfə qeyd edirik. 11 ay, Ramazan ayı gəlmədən öncə 11 ay ərzində insan hər bir şeyi yeyir, içir, yəni tam sağlam bir həyat tərzi sürür. Elə ki, Ramazan ayı yaxınlaşdı, insanda başlayır xəstəliklər oyanmağa. Əlbəttə ki, bu dediyimiz kimi bir kinayədir. Normal müsəlman, normal mömin Ramazanı həsrətlə gözləyər. Hətta onda xəstəliklər olsa belə onu heçə sayar. Bəzən ki, mən Ramazan ayının oruclarını tutum. Amma o yalancı dildə olan Allah bəndələri isə olmayan xəstəlikləri özü üçün çıxardır ki, mənim filan yerim ağrıyır, filan orqanım xəstədir, mənə oruç tutmaq olmaz. Əslində bu insanların bütün bədən üzvləri sağlamdır. Bir dənə əsas məsələ olan qəlb məsələsi ki, onların qəlbi xəstədir. Allah Resulü da buyurur ki, hədis şərifdə insanın bir ət parçası var, yəni qəlbi var. O sağlam olsa bütün bədən sağlam olacaq, o xəstə olsa bütün bədən xəstə olacaq. Allah o insanları da hidayət eləsin və biz diqqət etsək qurbanlıqda da belə bir şeyə şahid oluruq. Normal vaxtlarda əlbəttə imkanı olanlardan söhbət gedir. Ev alır, maşın alır, istədiyi torpağı alır, hər cür şəraiti qurur özü üçün. Elə ki, qurban vaxtı çatanda deyir ki, borcum, xərcim var, qurban kəsə bilmir. Yəni, bu önəmli şeylərdir, iki bayramdır və əslində əsl mömini, əsl Allaha bəndəliyi üzə çıxaran önəmli səbəblərdir. Deməli, Allah-u Teala bizlərə əlimizdəki imkanlardan ehtiyac sahiblərinə verin deyir. Və Allah-u Teala bunu dedikdən sonra bizlərə buyurur ki, o verdiklərinizin qarşılığı olaraq mən sizə qiyamətdə onların tam artığını verəcəm, yəni qat-qat artıracam. Hədis şəriflərin birində qeyd olunur, bu hədis qeyd olunan hədislərdən, deyilən hədislərdəndir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Adam oğlu, yəni insan sabaha çıxdığı elə gün yoxdur ki, yəni oyandığı, sabaha çıxdığı elə bir gün yoxdur ki, iki dənə mələk yer üzərinə Allahın əmrindən dolayı yerə inməsin. Yəni insan oyandı, sabaha çıxdı, iki mələk yer üzərinə inir. Bu iki mələyin enmə səbəbi xəsis və cömərd insandan dolayı. Allah Resulü davam edir, buyurur ki, bir insan əlində imkanlıdırsa və yaxud da ki, əlində bir müəyyən miqdar məbləğ varsa, ondan ehtiyac sahiblərinə verərsə, mələklərdən biri onun üçün xeyirli dua eləyər. Ya Rabbi, bu qulluğun malını artır, onun malını bərəkətli edir. Deməli, Allah Teala bir mələyi biz sədəqə verdiyimiz halda bizi üçün ayırır. Və digər bir mələk isə imkanı olduğu halda xəstəlik eləyən insan, həqiqətən də belə insanları biz şahid oluruq. İnsanın imkanı var, amma qorxur cibindən 5 manat, 10 manat Allah rızası üçün, ya Allahın dini üçün, ya da hər hansı bir kasıbsını çıxartmağa. Və belə insan üçün mələk elir və mələk nə deyir? Allahım, bu insanın malını, mülkünü yox et və onun malının, mülkünün bərəkətini azalt. Yəni biz nəsə veririksə Allah rızası üçün, Allahın əmrindən dolayı mütləq şəkildə Allah-u Teala onu ya həqiqi mənada bizə qaytarar
ya da o mələyin duası nəticəsində bizim malımızın bərəkəti artar. Normalda 50 manat misal pulumuz mələklərin duası nəticəsində və o verdiyimiz insanların duası nəticəsində bəlkə də 500 manat dəyərində bərəkətli olar, biz onu bilməliyik. Ona görə də imkanımız olduğu halda kasıb insanlara yardım etmək lazımdır. Bəs necə olur ki, iki insan bunlardan biri cömərd olur, yəni əlaçıq olur, biri də xəsis olur. Bunların da bir səbəbi var. Allah-u Teala Quran-ı-Kərimdə Bəqərə surəsi 268-ci ayədə belə buyurur. Şeytan sizə fəqirliyi, kasıbçılığı vəd edər, yəni sizləri kasıbçılıqla qorxudar və sizə xəsis olmağı əmr edir. Və Allah-u Teala davamda nə buyurur? Allah isə sizə öz dərgahından bağışlanmaq və bərəkət vədəsi verər. Allah rəhməti ilə genişdir və hər şeyi biləndir. Deməli, biz imkanımız olduğu halda bəzən qorxuruq nəsə verməyə, şeytan bizə vəsvəsə verir, sən bu 5 manatı kiməsə versən, kasıblaşarsan, bundansa get filan işi gör, öz büdcəvi çoxalt deyir. Bu şeytanın vəsvəsəsidir. Və burada iki dənə insan çıxır üzə. Biri şeytana qulaq asan insan, biri Allaha qulaq asan insan. Yəni insan bəzən deyir ki, mən Allaha iman gətirmişəm. Amma Allah Teala Quran-ı-Kərimdə buyurur ki, onlar iman gətirdim demələri ilə iman gətirmiş sayılmırlar. Yəni dildə iman gətirmək deyil. İman gətirmək dillə, yəni sözlə deyib, əməllə təsdiq etmək demək. Əgər bir insan xəsis olursa, bu istər-istəməz şeytana ibadət etmiş olur. Bir insan da cömərddirsə, əlaçıqdırsa, bu Allah-u Teala'ya həqiqi mənada ibadət və deməli, iman gətirmiş sayılır. Və bəzən biz, çoxumuzda bəlkə də belədir, Qurban bayramı gələndə, Ramazan bayramı gələndə, xüsusən Qurban bayramı qeyd eləyək, gedib namazımızı qılarıq, Qurban bayramını, təkbirlərimizi gətirərik, çıxıb heyvanımızı kəsərik, qurbanlığımız, yəni Qurban bayramımız bitmiş sayılır. Bəzən bunun biz mahiyyətini anlamırıq əlbəttə, təəssüflər olsun. Qurban sözü biz bilirik ki, Allaha yaxınlaşmaq demək. Yəni insan bu düşüncədən gəlməlidir ki, mən bu gün Allahın evinə gedəcəm, 2 rükət namaz qılacam, mən bu gün Allahla yaxınlaşma günümdür. Bu insan bunu düşünməlidir ki, mən bu gün, yəni yaxınlaşma əlbəttə ki, bildiyimiz məsafələrlə deyil, bizim bildiyimiz maddi şeylərlə deyil. Və mən bu gün qurban kəsəcəm və bu gün qurbanımdan dolayı, bu ibadəti yerinə yetirdim, bundan dolayı mən Allaha yaxınlaşmış olacam. İnsan bu niyyətlə olanda, əlbəttə ki, öz ibadətlərinin mahiyyətini anlamış olur. Və biz bilirik ki, insana Allah müəyyən bir şeylər verir, onun əvəzində də özü üçün heç nə istəmir. Nə istəyirsə bizi üçün istəyir. Biz ibadətlər eləyirik, ibadətlər bizə verilən nemətlərin şükrüdür. Oruç tuturuq, sağlam bədənimizin şükrüdür. Namaz qılırıq, sağlam bədənimizin şükrüdür. Qurban kəsirik, Allah-u Teala bizə müəyyən bir məbləğ verib, biz qurban kəsirik, biz o məbləğin qarşılığında ki, Allah bizə verib, qurban kəsməklə Allaha şükür edirik, təşəkkür edirik ki, ya Rabbi, sənə sonsuz şükürlər olsun ki, mənə müəyyən qədər pul vermirsən və bundan dolayı da mən heyvan kəsirəm. Və bu kəsdiyimiz heyvan da heç bir halda Allaha gedib çatmır. Yəni, maddi olaraq gedib çatmır, amma savab etibarilə Allah onun qarşılığını bizlərə mütləq verəcək. Demək, Allah Rəsulunun sallallahu aleyhi və səlləmə hədis şəriflərinə diqqət eləyək qurbanlıq haqqında. Allah Rəsulu buyurur ki, ümmətimin xeyirliləri qurbanlıq günündə qurban kəsənlərdir. Yəni, ümmətimin ən xeyirliləri bu qurbanlıq günündə imkanı olanlardan söhbət çekilir əlbəttə ki, bir kəsin imkanı yoxdursa, Allah ona əmr eləmir. Amma qəlbindən keçir ki, ya Rabbi, mənim də imkanım olsaydı, mən də qurban kəsərdim. Bu niyyətlə, səmimi niyyətlə olsa insan, mütləq şəkildə Allah-u Teala ona bir qurban savabı verəcək. Və Allah Rəsulu davam edir. Ümmətimin ən şərriləri isə imkanı olduğu halda qurban kəsməyənlər. Yəni, imkanı var, qurban kəsmir. Ümmətin ən şərriləridir bu insanlar. Və yenidən Allah Rəsulu buyurur ki, qurban bayramı günü Allah qatında ən böyük günlərdən biridir. Bu gün biz Allah həmd olsun ki, bu məscidə gəlməklə Allahın ən böyük gününü qeyd etmiş olur. Bu böyük nemətdir, Allah-u Teala bizlərə verib, bundan dolayı uca Rəbbimizə sonsuz şükürlər olsun. Və yenidən Allah Rəsulu buyurur ki, kim qurban bayramı günündə kəsmək üçün qurbanına yaxınlaşdığı zaman, yəni bir heyvan alıb, elə ki qurbanına yaxınlaşır, kəsmək niyyətinə ona yaxınlaşır, Allah Rəsulu davam edir ki, Allah-u Teala qiyamətdə, cənnətdə ona öz rəhmətinə o cür yaxınlaşacaq. Yəni biz heyvan kəsdiyimiz zaman mütləq Allah bizə onun qarşılığını verir. Və biz bildiyimiz kimi Allah Rəsulunun həyat yoldaşı Həzrət Ayşə anamızdan rəvayət olunan bir hədisdə buyurur ki, Allah Rəsulu buyurur,
qurbanlıq günündə qan axıtmaqdan böyük bir əməl yoxdur. Yəni qan axıtmaq əlbəttə heyvanı kəsməkdən söhbət gedir. Və Allah Resulü buyurur ki, həmin o qurban, kəsilən qurban öz boynuzları ilə, yunları ilə, dırnaqları ilə qiyamət günü öz kəsdiyi insana, yiyəsinə şəfaət verməkdən ötürü gələcək. Yəni əlbəttə ki, bu nə mənada? Bu da bir Allah Taala'nın istəyi nəticəsindədir və o bir əyani sübut olacaq ki, bu insan qurbanlıq günündə Allah Taala'nın əmrini yerinə yetirmişdir. Bu məqsədləndir və Allah Resulü davam edir. Qurbanın qanı yerə düşmədən öncə, yəni Bismillah eləyib, Allah Ekber deyib kəsdiyin anda, elə bıçağı ora vurub, qanı hələ yerə düşmədən öncə Allah Taala o qurbanı bizdən qəbul eləyər, Allah Resulü buyurur. Və Allah Resulü davam edir ki, kəsdiyiniz qurbanlardan ötürü qəlbinizi rahat tutun, narahat olmayın. Mütləq şəkildə səmimisinizsə, Allah rızası üçün kəsmişsinizsə, Allah onu qəbul eləyəcək. Və bir gün Səhabə Peyğəmbər Əfəndimizdən soruşur ki, sallallahu aleyhi və səlləm, ya Resulallah, bu etdiyin əməl, bu qurban nədən dolayıdır? Allah Resulü buyurur ki, bu babamız İbrahim əleyhissalamın etdiyi bir sünnətdir, əməldir. Və sahabə soruşur ki, ya Resulallah, bu etdiyimiz sünnətdən dolayı bizlərə nə kimi bir mükafat, nə kimi bir savab və qarşılıq var? Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Kəsdiyiniz heyvanın hər yunundan, yəni hər tükünə qarşılıq sizə bir savab gələcək. Yəni biz düşünək ki, bir heyvan kəsirik, onun nə qədər yunu varsa, Allah həmd olsun, o qədər bizə savab gəlir. Yəni bunu yığıb yığışdırmaq olmaz əlbəttə ki. Amma əlbəttə bunların başında bir şey var. Allah rızası üçün kəsirəm. Bu günün hörmətinə kəsirəm. Bu gün qurbanlıqdır. Bunu Allah mənə əmr edib deyənə kəsirəm. Bu niyyətlə kəsilsə əlbəttə ki, o bu cür deməli savaba nail olar. Allah biz bilirik ki, bu günlər həcc günləridir. Allah nəsib eləsin, gələn il hər birimiz, əlbəttə getməyənlər, gedənlər də ikinci dəfə həccə gedək hər birimiz. Allah bunu bizə nəsib eləsin. Allahın evidir və həcc ziyarəti yeganə ibadətdir ki, həm mal, həm canla olur. Yəni həm pulumuzu xərcləyirik ora gedəndə, həm də öz canımızla əziyyət çəkirik, o yerlərdə hərəkət edirik. Bundan dolayı bizə savab gəlir. Həccin savabı həddindən artıq çoxdur. Allah bizə də nəsib eləsin və ümmətin ən yaralı yeridir və hətta bütün dünyanın ən yaralı yeri biz bilirik bu gün Qəzza məsələsidir. Hətta bəlkə bu müqayisəmiz doğru olmaz. Biz heyvan kəsəndə hətta onun çox balaca heyvanları kəsmirik. Biraz yaşı ötmüş heyvanı kəsirik, ya ki südəmər heyvanı kəsmirik. Amma bu günləri bu yəhudilər, böyük adamlar qalsın qıraqda, körpə uşaqları qırırlar. Bax, bu günləri əslində biz heyvan kəsib qurban etdiyimiz halda bu gün ümmətin uşaqları Qəzzada qurban olur. Bu gün bizə Allah Taala bu sevinci yaşadı bizə ki, biz bu gün burada yığışmışıq, deməli, sevinç içindəyik. Amma həqiqətən də onlar düzdür. Görünən tərəf odur ki, onlar zülüm görür. Amma onlar o Yahudilərin üstünə, düşmənin üstünə sevinə-sevinə gedirlər. Hətta şəhadətimizi qəbul edə deyirlər, ya Allah, balaca uşaqlar da onlar. Çünki onlar vaxtında iman ruhu ilə böyüyürlər. Onların mənbəyi Quran-ı Kərimdir. Quran-ı Kərim oxuyaraq onlar şəhidlərin məqamını öyrənirlər. Allah nəsib eləsin ki, o döyüşlər artıq bitsin, onlar da artıq azadlığa çıxsın və təəssüflər olsun ki, bəzən oradakilərə haqq qazandıranlar olur Yahudi cəmaatına. Amma Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, sizlər biriniz bir pis iş gördüyünüz vaxtı ya onu əlinizlə mane olun. İmkanınız varsa əlinizi vurun, mane olun. Yəni qoymayın o pis iş olsun. Ya dilinizlə mane olun. Heç olmazsa əlinizlə eləyə bilmirsiniz, dilinizlə danışın ki, yəni düz eləmirlər, onlar səhv iş görürlər, körpələri qırmaq olmaz. Və bunu da eləyə bilmirsinizsə, yəni imanınız çox zəifdirsə, Allah Resulü çünki deyir ki, imanın ən aşağı yeri odur ki, qəlbində belə hiss keçir ki, ya Rabbi, yəni zülüm görür onlar, yəni onlara bir yazığın gəlsin. Heç olmasa bu olmalıdır qəlbimizdə. Bu da imanın ən aşağı deməli səviyyəsidir və onlar haqqında, Yahudilər haqqında çoxlu Quran ayələri var. Əslində bayramı bura gətirib çıxarmaq bəlkə də doğru bir şey deyil sevinç günündə, amma bu anı ən azından onların çəkdiyi vəziyyəti biz də biraz çəkməliyik. Yəni Allah qorusun, hamının başına gələ bilər. Onlar böyük bir imtihandadır, Allah qorusun onları. Və bir ayə qeyd olunacaq, Əraf surəsi 179-cu ayədə. Yəni necə ola bilər ki, insan olsun bu qədər vəhşilik törətsin? Allah Taala ayə buyurub bu barədə. Görün onlar həqiqətən də Allah Taala'nın bildirdiyi kimi heyvandan da aşağı səviyyədədir. Allah Taala buyurur: "Və laqad zara'na li cehenneme kesiran minel cinni vel ins." Biz insanlardan və cinlərdən çoxunu cəhənnəm üçün yaratdıq. Və zara'na deyir Allah Taala. Biz onları oraya üçün yaratmışıq. Əlbəttə yaratmışıq nə deməkdir? Allah hamını iman
formasında yaradır, iman düşüncəsində yaradır. İnsanlar sonradan ora yönəlirdi, yəni Allah Teala deyir ki, yəni artıq oralı olurlar. Ləhum qulubun la yefqahuna biha. Onların deyir qəlbləri var, lakin onunla heç nə anlamırlar. Yəni qəlb var, daşlaşıb. Allah Teala deyir onların qəlbi möhürlüdür. Yəni qəlbləri var, onunla heç nə anlamırlar. Yəni onların qəlbi artıq daşlaşıb. Əgər yumşaq olsaydı, ətdən olsaydı, yəni məcazi mənada, onlar o vəhşilikləri törətməzdi. Və ləhum a'yunun la yubsiruna biha. Onların gözləri var, lakin görə bilmirlər. Yəni əlbəttə ki, insan maddi və mənəvi gözdən ibarətdir. Onların maddi gözü var, amma onların əsl gözü, bəsirət gözləri yoxdur. Onlar haqqı görə bilmirlər. Və ləhum āzanun la yasma'una biha. Onların qulaqları var, lakin onlar o qulaqlarla haqqı eşidə bilmirlər. Və Allah Teala buyurur ki, "Ulaika kal-an'am." Onlar heyvanlar kimidir. Bəl hum adal. Əslindədir onlar heyvandan da aşağı səviyyədir. Ulaika humul ghafilun. Onlar əsl qafillərdir. Allah da eləyər ki, bizlərin bu bayramımızı xeyirli eləsin, mübarək eləsin və ən əsası da bugün o Qəzza və tək Qəzzada deyil, müsəlman ölkələrində həqiqətən bugün və bugün Sudanda da belə bir şey var, Afrika ölkələrində insanlara zülm olunur. Allah da eləyər ki, onların da o sıxıntılarını, o imtihanları aradan qaldırsın, onlara da bir rahatlıq nəsib eləsin. Allah kəsdiyimiz qurbanları qəbul eləsin, qıldığımız ibadətləri, dualarımızı, etdiyimiz duaları qəbul eləsin. Amin.